hər gün minlərlə uşaq məktəbə gedir. Kimisi sevə-sevə, kimisi qorxa-qorxa. Bəziləri üçün məktəb dostluq, birlik, oyun deməkdir. Digərləri üçün isə təhqir, tənhalıq və qorxu. Adını qoymaq çətindir. Bəziləri zarafat deyir, bəziləri isə sadəcə susur. Mənə daim çətinlikdir. Hər gün çantamı gizlədirdilər. Müəllim gördü, amma heç nə demədi. Sən heç diqqət etmisən, sinifin o sakit uşağını, hər gün tək oturanı, hər dəfə cavab vermək istəyəndə qorxan o qızı və ya daim gülən, amma gözlərində kədər gizlədən oğlanı. Bəzən ən səssizlər ən çox qışqıranlardır. Sadəcə onları eşidən yoxdur. Bullying təkcə onu edənlərin məsuliyyəti deyil. Göz yuman, görüb susan, mənə aid deyil deyən hər kəs bu oyunun bir hissəsidir. Amma yaxşı xəbər odur ki, dəyişmək mümkündür. Bir uşaqla söhbət, bir təskinlik sözü, bir dəstək baxışı çox şeyi dəyişə bilər. Əgər sən bullyingə məruz qalırsansa, unutma, tək deyilsən. Sənin səsini eşidənlər var. Məktəb psixoloqu, valideynin, yaxın dostun və ya sadəcə bir insan, sənə inanacaq bir kəs. Əgər sən şahid olmusansa, səssiz qalma. Birini müdafiə etmək zəiflik deyil, bu cəsarətdir. Gəl, birlikdə dəyişək, gözləməyək, göz yummayaq, bullyingə yox deyək. Əgər sən və ya bir tanışın köməyə ehtiyac duyursa, 116-111 uşaq qaynar xəttinə zəng et. Danış, paylaş, dəstək al. Unutma, bir söz, bir addım, bir insan bir həyatı qurtara bilər.